Qazaxda 31 yaşlı kişi 4 gündür itkin düşüb. Aşağı Salahlı kənd sakini Sadıqov Tamerlan Mustafaoğlu martın 20-sində ata evindən dostları ilə görüşmək adıyla çıxaraq bir daha geri qayıtmayıb. Atasının dediyinə görə Tamerlan Sumqayıtda yaşayırmış. Ata evinə gələndən sonra itkin düşüb. Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır. Naxçıvanda qətl hadisəsi baş verib. Sədərək rayon sakini 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma zamanı qadının əri 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aytac İbrahimli şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Sədərək rayon prokurorluğunda cinayət işi başlanılıb, onların 2 övladının olduğu bildirilir.